Deməli, bugün səhər tezdən durdum. Daha doğrusu imsakdan sonra yatmadım heç. Dedim, boş durmaqdan bir şey çıxmaz və üzümü, gözümü yaxşıca yuyduqdan sonra başladım bəzənməyə. Özüm üçün bəzənməyə sadəcə. Yəni bir şey bəzən çox düşünürəm, çox təhlil eləyirəm ki, bizlər yalnız harasa gedərkənmi yaxşı görünməyə çalışmalıyıq. Yəni olmaz ki, özümüzə də yaxşı, gözəl görünək. Sonra da hər kəs özgüvəndən danışır. Ay belə özgüvənli olmaq lazımdır, elə olmaq lazımdır. Amma məncə özgüvənli olmağın başlıca şərti özünə gözəl, ağıllı, bacarıqlı görünməyi bacarmaqdır. Yəni qarşı tərəfdən nəyi görmək istəyiriksə, ilk növbədə özümüzdə cəmləməliyik onları və təbii ki, bugün parlamaq istəyiriksə, ən mükəmməl an elə indidir, çox klassik səslənsə də. Dünən bir xatirə, sabah bir tapmacadır. Bugün isə, bu an isə bir şansdır ki, artıq minlərlə insan o şansdan məhrum olmuş vəziyyətdədir. Yəni bir də bunu belə düşünək. Hər an dəyərlidir. Sən isə daha dəyərlisən. Elə isə videonu bağla, get, necə görünmək istəyirsənsə, o cür görün, o cür parla. Sizləri sevirəm.